Sümük və diz ağrısından, həmçinin oynaq və qığıldaq yeyilməsindən əziyyət çəkənlər hal-hazırda çoxdur və buna çarə olan çilədağının reseptini sizlərlə paylaşmaq istəyirəm. Bir çox insan bu bitkini tanıyır, həmçinin sınıqçılar bunu qədim zamandan bəri hər zaman istifadə ediblər. Deməli, götürürsünüz 50 qram çilədağı və 100 qram qoyun quyruğu, təzə qoyun quyruğu olmalıdır, bu mütləqdir. Çilə yuyub, doğramaq kifayət edir, soymağa ehtiyac yoxdur və hər ikisini ət çəkən maşından keçirməlisiniz. Sizdə də belə bir qarışım alınmalıdır və bunu yaxşı qarışdırmalısınız. Qarışdırdıqdan sonra saxlamağa ehtiyac yoxdur. Yəni, birbaşa ağrıyan nahiyyə çəkə bilərsiniz. Çilə istifadə edəcəyiniz nahiyə nəfəs alsın deyə istənilən parça və ya bez və yaxud da mənim kimi 2 qat bint istifadə edə bilərsiniz. Misal üçün, dizlərə istifadə edəcəksinizsə, bu məhlulu bölürsünüz 2 yerə, dizlərə çəkirsiniz, üzərindən bu parçanı bağlayırsınız və baxır, çilədağı qaşındırma verə bilər. Elə adam var, bir gün saxlayır, qaşındırma verir, o zaman çıxarırsınız. Elə adam var, 2 gün, 3 gün saxlaya bilir. Yəni, ciddi qaşındırma verənə qədər saxlaya bilərsiniz. Yəni, sizi narahat etmirsə, yaxşı olar ki, bu məhlulu 3 gün ağrıyan nahiyədə saxlayasınız. Sonra çıxarırsınız, bir neçə gündən sonra yenidən qoya bilərsiniz və belə bir ay təkrarlaya bilərsiniz. Qeyd edim ki, qaşındırma normaldır. Əgər qaşındırırsa, çıxarırsınız, qaşındırma keçəndən sonra təzədən qoyursunuz. Çilədağı birbaşa toxumalara təsir edir və tədricən problemi aradan qaldırır.